Ay, sabahınız xeyir. Dəyərli musiqiçilər, təşəkkür edirəm sizə. Əziz tamaşaçılar, sizin də sabahınız xeyir olsun. Gününüz uğurlu olsun. Günə uğurluya baxırsınızsa, demək ki, gününüz çox uğurlu olacaq. Bugün deyəsə mətbəxdə mən olacağam. Çayı dəmlədim. Bibi də süfrəni səlqəyə salır. Bu günlərdə mətbəxdə deyəsə yeməklər özüm pişirəcəm. Hə? Bibi, sabahın xeyir olsun, ay Bibi. Sabahın xeyir Yalçın. Necəsən? Yaxşısan? Mən əlayam. Yaxşı ol. Sabahınız xeyir olsun əziz tamaşaçılar. Günümüz uğurlu keçsin. Bugünlər çox möhtəşəm bir günümüz keçəcək inşallah. Siz də qəşəng çayınızı götürün, yaxın oturun ekranlara və bizi seyir edin. Bibi, gəl. Bu mətbəxin yaraşığı sənsən, gəl yanıma. Çox yaraşırsan, valla, çox gözəl görünürsən. Bilirsən ki, mən mətbəxdən çəkinən adam deyiləm. Özüm də yeməklər hazırlaya bilirəm. Sadəcə olaraq burada mətbəxə daha gözəl sən yaraşırsan. Mən qonaqları hər zaman qarşılayıram, qonaqlarla söhbət edirəm. Görsən, səhər-səhərdə çayı mən dəmlədim. Çox sağ ol. İndi gör o nə çay olacaq. Bəhbəhlə çay olacaq da. O da sən buyur, qonaqlarınla məşğul ol, mən də öz mətbəximdən. Hələ bir danış gör ki, səhər-səhər nə hazırlayacaqsan bizə? İstəyirəm sürprizdiyəm, amma istəyirəm də adını deyəm. Nə deyirsən? Bugün sözlü bir gün olacaq. Çünki elə bir simalar qonaqdır ki, burada onlar meyxana ustalarıdır, meyxana ustaları və bu günləri deyəcəm bibim üçün də bir meyxana desinlər. Çox xoş deyirəm. Meyxananı çox xoş deyirəm. Hətta bir qafiyədə mən deyərəm onlar üçün. Sağ ol səni bibi. Bibi maşallah hər mövzuda rahat iştirak eləyə bilir. Bir dənə qafiyə açacağım, davamında onlar özləri deyər. Mən bilirəm, burada nəsə görürəm. Məncə bu günləri sən... Qarğıdalıdır bu. Qarğıdalıdır? Bəli, qarğıdalı unundan gözəl bir sıyıq hazırlayacağım siz üçün səhər-səhər. Çox super bir yeməkdir. Hə, olsun da, olsun bibi. Sən pişir, biz yeyək. Əziz tamaşaçılar, mən günə uğurla verilişin əlaqə nömrəsi xatırlatmaq istəyirəm. 051 790 91 90. Və qonaqlarımızla bağlı nə sözləriniz varsa, hətta təbrikləriniz belə varsa yaza bilərsiniz. Hər birini səsləndirəcəyik. Çünki günə uğurla verilişi maraqlıdır, maraqlı qonaqlarımız var. Mən yavaş-yavaş, bir bax, gətirmişəm ki, çayı dəmirmək məndən, çayı süzmək səndən. Baş üstə. Əziz tamaşaçılar, bugün günə uğurla verilişi çox maraqlı olacaq. Qonaqlarımız var. Mən yavaş-yavaş istəyirəm, yavaş-yavaş. İstəyirəm ki, əziz tamaşaçılar, mən bir neçə gün öncə günə uğurla verilişində belə bir sual qoymuşdum ki, bu qutuda Balərlinin hansı sevimli əşyası var? Və bugün Balərli gəlir, qalibə 500 manat pulu şəxsən özü günə uğurla verilişinə təqdim edəcək. Düzdür, pulu Balərli vermir, mən Yalçın uğur verirəm. Bu günlərdə növbəti sualımız olacaq. O sualların cavabına görə də 600 manat pul mən Yalçın uğurdan düzgün cavab tapan tamaşaçıya hədiyyə olunacaq. Bugün çox deyəcəklərim var. Hətta buradan bir xanım. Bəy olsaydı ona yaxşı bir cavab verərdim. Amma xanım olduğuna görə biraz efir qaydalarına da uyğun onun cavabını vermək istəyirəm. Bəzən insanlar mənfəət güdürlər, bəzi insanlar. İşləri alınmayınca başqa verişlərə gedib bizim haqqımızda danışırlar. Özünə sənətkar deyən həmin xanım. Sənətkarlıq yalnız sizin dilinizdən ibarət deyil. Özünüz haqqında sənətkaram deyirsinizsə, qoy o sözü bir aparıcılar da sizi təqdimat edən zaman sizə sənətkar desinlər ki, növbətimiz qonağımız sənətkar filan kəsdir. Demirlərsə, demək ki, siz sənətkar deyilsiniz. Kimlərinsə hesabına gəlib, kimlərlənsə də duet ifa eləyib, gündəmə gəlmək istəyirsinizsə, belə deyim də, siz mənim adımı çəkmədiyinizə görə mən də sizin adınızı çəkmirəm, amma problem deyil. Tanıyanlar məni bilir, artıq 20 ilə yaxındır ki, bu sahədəyəm. Heç bir xanım, heç bir bəydən çəkinəcək işimiz yox, çəkinəcək tərəfimiz yoxdur. Belə hünərlisən, növbəti verişdə mənim adımı çək, mən də sənin adını çəkim, hodri meydan. Belə,
günə başlayaq. Abu havamızı dəyişək, çünki burada günə uğurla da maraqlı qonaqlarımız olacaq, maraqlı söhbətlərimiz olacaq. Amma mən istəyirəm ki, ilk qonağımızı dəvət edeyim. Maşallah, onun da meyxana sənətində öz dəstək xətti var. Mahnıları sevilir. Sevgili meyxanaçı Rustam Müşfiqovat gəlir, xoş gəlir. Təşəkkürlər Rustam bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Xoş gəlmisiniz. Gözəl musiqiçiləri, xanımımızı və sizi və tamaşaçıları, bütün ekran qarşısında əyləşən tamaşaçıları salamlayıram. Sabahları xeyirli olsun, uğurlu olsun, ruzulu, bərəkətli olsun. İlk dəfə də günə uğurla verişinə qonaqsınız. Bəli, ilk dəfədir. İnşallah axırıncı olsun. ARB doğma kanaldır mən, amma bu verilişdə ilk dəfədir. İnşallah axarlı olsun. İnşallah xoş gəlmisiniz, gəlin əyləşin. Bibimiz bir çay versin, biz də yavaş-yavaş söhbətlərimizə davam edək. Bugün digər meyxanaçılarımız da qonaq olacaqlar. Gəliblər, buradadılar, amma istəyirəm səhər-səhər bir Rustam bəylə söhbət eləyək. Buyurun, xoş olar. İfa elədiniz mahnı hansı janrdaydı? Ümumiyyətlə, mən özüm biraz rap xoşlayanam. Biraz bir qatqılar qatmışıq bura, musiqi, estrada, rap. Nəsə bir şey alındırmışıq da. Yox, maraqlı ifa idi. Niyə meyxanaçıların bir çoxları janr etibarilə fərqli janrlara üst tuturlar? Ümumiyyətlə, yeniliklər olanda daha gözəl olur. Çünki hamı eyni üslubda oxuyanda bu biraz şablon görsənir. Və bir çox insanlar da elə başa düşür ki, bunlar heç nə bacarmırlar, elə ancaq bu şeyi bilirlər. Ona görə mən də həmişə istər aranjmanda, istər ümumiyyətlə musiqiləri biz oxuyuruq ki, tədbirlərdə bir əlimizdə material olsun, efirlərə çıxanda. Amma bizim işimiz sırf meyxanadır, bədahətən meyxanadır. Amma mən həmişə çalışmışam ki, aranjmanlarda, ümumiyyətlə yazdığım musiqilərdə fərqlilik olsun. Çünki mən tərəfdarıyam ki, biraz xərcimiz çıxsın, amma gözəl bir iş alınsın, canlı musiqi alətləri olsun orada ki, aranjman əsas məsələdir musiqidə. Bəlkə burada bir maddiyyat faktoru da var. Sözsüz ki, yaxşı iş alındırmaq üçün yaxşı maddiyyat xərcləməlisən. Yox, janr dəyişikliyinə janr dəyişikliyində ki, daha çox pul qazanmaq. Bu var. Mən açığı deyim ki, mən ümumiyyətlə nə şou proqramlarda iştirak eləmirəm, məclislərə mahnı oxumağa getmirəm. Sadəcə mən bu materialları özüm üçün toplayıram ki, efirlərdə, verilişlərdə, ola bilər hansısa bir tədbirdə mənə lazım olar. Onun üçün, ona görədir bu şeylər məndə. Amma mən sırf bu yazdığım mahnılardan hələ ki, maddiyyat qazanmağı fikirləşməmişəm. Bəs proqramlara getməməkdə səbəb nədir? Ümumiyyətlə, mən elə mahnılar seçib oxuyuram ki, özüm üçün. Özümə xoş gələn mahnıları sevirəm ki, özüm bəyənən olsun əslində. Amma belə fikirləşirəm ki, oxuduğum mahnıların əksəriyyəti şou proqramlar üçün deyil. Ona görə, məsələn, şou proqramlarda biraz şən mahnılar lazımdır. İnsanların daha əylənməyi üçün. Düzdür, elə mahnılar da var ki, onlar da dinlənilir şou proqramlarda. Amma ən çox mən elə fikirləşirəm ki, insanlar əylənmək istəyirlər şou proqramlarda. Bir şeyin adı şoudur, orada əyləncə var da. Ona görə mən, bəlkə də gələcəkdə ola bilər 1 ildən sonra, 5 aydan sonra mən də o şeylərə müraciət edərəm. Amma hələ ki, yoxdur fikrimdə ki, bir şou proqramları bilmək. Amma istəsəm eləyərəm onu da. Söyləyirlər ki, bəzi meyxanalar uşaqların tərbiyəsini pozur. Bu fikirlə razısınız yoxsa? Ümumiyyətlə, uşağın tərbiyəsini tək meyxana pozmur ki, hər bir şey pozur. Məsəl üçün, bir ümumi danışıram inci sənətdən, yəni çünki meyxana da inci sənətə aid olduğuna görə. Məsəl üçün, ümumiyyətlə bir aşıq da pis vərdişləri təbliğ eləsə, o da uşağın tərbiyəsini pozur. Meyxanası da təbliğ eləsə, musiqisi də təbliğ eləsə. Ümumən tərbiyə pozan nə şey varsa, o uşağın tərbiyəsini pozur. Onun sahəyə heç bir adət yoxdur. İstəyir meyxana olsun, istəyir başqa bir sahələr olsun. Yəni, musiqidə də qadağan olunmuş musiqilər ifa edərsən, cavanların tərbiyəsini pozarsan. Bu şeylər də var. Amma mən də açığı tərəfdarı deyiləm. Öz sahəm başda olmaqla heç bir sahədə, bəlkə də bizim də gənclikdə o səhvlərimiz olub, amma mən buradan bütün meyxana deyən dostlarıma da üst tutub deyirəm ki, artıq bizim hamımızın ailəmizdə övladlarımız böyüyür, uşaqlarımız böyüyür. Necə ki, biz razı deyiliksə onların tərbiyəsinin pozulmaqla, deməli, başqasının da övladına rəva bilməyək onu. Ona görə düzgün şəkildə təbliğ eləmək lazımdır sənəti. Yəni, hər şey pul deyil. Ola bilər kimsə öz sənətini,
və yaxud da öz əxlaqını hansısa bir maddiyyata, müəyyən bir məbləğə dəyişə bilər. Amma mən o şeylərin tərəfdarı olmamışam heç vaxtı, deyiləm və o insanlara da buradan demək istəyirəm ki, o şeylərdən uzaq olsunlar. Yəni, çünki uşaqlar, gənclər Azərbaycanın gələcəyidir. Rustam bəy, bu sənətə gələndə kimdən bəhrələndiniz? Bu meyxanaçı Mən aləmi. ümumiyyətlə, mən belə fikirli bir insanam ki, mən onu hər yerdə də deyirəm. Məndən yaşca böyük və sənətdə əziyyəti olan kimlər varsa, məndən qabaq bu sənətin daşıyıcıları, onların hamısını mən özümə ustad bilirəm. Mənim belə bəhrələndiyim bir insan deyim ki, ümumiyyətlə meyxanada məsələn oturub öyrədən bir müəllim yoxdur. Belə bir anlam yoxdur. Biz böyüklərə ustad ona görə deyirik ki, onlar bu sənətdə əziyyət çəkiblər və bizdən böyüdülər. Hörmət, ehtiram əlaməti olaraq bu şeyləri edirik. Amma istiqamət verənlər var, bəli. Məsələn, bizdən böyüklər, necə ki, mən maşın sürə bilirəmsə, maşın sürməyənə maşın sürməyi öyrətməliyəm də. Ki, bu qazdır, bu əyləcdir, bu məsəl üçün ruldur. Onlar da bizə o şeyləri aşılayıblar ki, məsələn, şənliklərdə filan məsələlər olanda belə vəziyyətdən çıxmaq lazımdır. Filan yerdə filan şey demək olar, filan şey demək olmaz. Yəni bu şeyləri bizə aşılayan ustadlarımız da olub. Amma elə insanlar da var ki, ümumiyyətlə bizə heç aşılamayıblar, amma biz yenə də onları ustad kimi bilirik. Çünki onların bu sənətdə əziyyəti olub, böyüdülər bizdən qabaqçı nəsildilər və onlar bizə əmanət ediblər bu sənəti. Bu beləsinə, yəni amma mənim uşaqlıqdan... Rustam, üzr istəyirəm, ustad bir insana nəyəsə örgədən də, yəni Rustam bəyin belə deyim, sənət fəaliyyətində bir zəhməti keçən adama deyərlər ki, o mənim ustadım olub. Bəli, amma məsələ bir necədir, mən deyim də sizə, bu meyxana elə bir şeydir ki, meyxana fitrət məsələsidir, bu insana verilir. İndi o adını, belə o verici, bir çox şeylərin adını verici qoyurlar ki, bu filan kəs məsəl üçün filan şeydir, buna verici verilir. Yox, elə şeylər yoxdur. Amma bu meyxana elədir ki, bu fitrət məsələsidir. Yəni, bu insan özündə hiss eləməlidir ki, bunu deyə bilir. Heç vaxtı deyə bilməyən insana oturub meyxana deməyi öyrədə bilmərsən. O insan özü hiss eləməlidir. Çünki mən şəxsən özüm 14 yaşımda hiss eləmişəm. Məhəlləmizdə meyxana deyən uşaqlar olub, oturub qulaq asmışam. Sonra gəlib evdə görmüşəm ki, mən onları dediyi kimi, onlar kimi yox, amma onların dediyi yoluna mən də deyə bilirəm. Ondan sonra gedib onlara müraciət etmişəm ki, mən də deyə bilirəm. Deyiblər, dinən bir dənə baxaq. Məsələn, onlar qafiyə çıxıblar meyxana, deyiblər, onlar 5 dənə deyəndə, amma mən bir dənə demişəm. Çünki həyəcanlı olmuşam, məsuliyyətli olmuşam ki, bir dənə səhv deyərəm. Görüblər ki, deyə bilirəm, deyiblər, hə, deyə bilirsən. Məsələn, mən əslən Bakının Keşlə kəndindənəm, amma mən Müşfiqabad qəsəbəsində böyümüşəm. Məsələn, bizim məhəlləmizdə Xalid meyxana deyən Xalid adında bir oğlan indi də var, salamlayıram onu buradan. O artıq meyxanadan uzaqlaşıb, bugün Azərbaycanda demək olar ki, ən gözəl qəzəl yazan qəzəlxanlardan biridir, şairlərdən biridir və bir çox şairlər onu tanıyırlar. O meyxana deyən vaxtda o mənə istiqamət verib. Biz onların evində çox yığışmışıq. O, hətta bizim gənclik illərimizdə o klassik ədəbiyyatı çox oxuyurdu. O kitablardan bizə açırdı, qafiyələr tuturdu, deyirdi, gəlin bunu belə deyək, bunu belə deyək. Yəni, istiqamət verib mənə. Onu da mən özümə ustad bilirəm, həm şair, qəzəlxan kimi, həm meyxana deyən kimi. Yəni, istiqamət verən var, meyxananı öyrədən ikinci bir şəxs. Azərbaycanda ümumiyyətlə elə bir şəxs yoxdur ki, çünki mən meyxana öyrədirəm, elə bir şəxs yox. Çünki ötən həftə bizdə qonaq sevgili meyxanaçı Namiq Məna idi. Söylədi ki, bu sənətdə olan meyxanaçıların 99,9%-i məndən bəhrələnib, amma bunu bəziləri etiraf edir, bəziləri isə bunu etiraf eləmir. Namiq Məna da bizim ustadlarımızdan biridir və meyxanada böyük əziyyəti olan insanlardan biridir. O verilişə baxdım mən, açığı deyim, baxdım, yalandan deyim, baxmamışam, baxdım. Ümumiyyətlə, mən şəxsən, mən öz adıma da deyirəm ki, o özümdən böyük bildiyim ustadlar ki var, biz onlardan baxıb, bəhrələnib, istiqamət götürmüşük, o şəxslərin sırasında Namiq Məna da var. Çünki mən balaca uşaq idim, elə mənim 12-11 yaşım var idi. Mən meyxana kasetlərini və yaxud video kasetlərini alıb baxanda, o kasetlərin demək olar 90%-ında Namiq Məna iştirak edib. Ağasəlim, rəhmətli Ağasəlim Sıldağın dövründən Elçin, Məşədi Baba, Allah rəhmət etsin dünyadan keçənlərə, qalanına can sağlığı versin, Kərim Allah şəfa versin, Ağa Mirzə ustadımız, salamlayıram, rəhmətli Bayram. Yəni, Namiq Məna həmişə o cərgədə, o sırada olub və bizim də uşaqlıqdan
İndi kimlər etiraf edir, kimlər eləmir, mən bilmirəm və yaxud kim bəhrələnib, kim bəhrələnməyib, onları mən dəqiq bilmirəm. Amma öz adımdan deyirəm ki, bəhrələndiyim meyxana deyənlərin içində Namiq Məmməd də var o zərgədə. Bəzən bu sənət cəmiyyəsində meyxanaçı kimi gəlib, illər sonra təqdimat elədiyi zaman söylür ki, mənə meyxanaçı kimi yox, ifaçı kimi, müğənni kimi təqdimat edir. Bəs bu hal necədir? O hal əslində yaxşı hal deyil. Niyə yaxşı hal deyil? Çünki insan birincisi keçmişin gərək unutmasın, həmişə gözü arxada olsun. Bu bir. İkincisi, əgər bir insan gəlib ifaçılığa, meyxana deyən olub gəlib ifaçılığa çatıbsa, o meyxana deyən kimi məni təqdim eləməyim deməyi əslində yanlışdır. Çünki sən meyxana ilə gəlib bura çıxmısan. Amma mən təxmin edirəm söhbət kimdən gedir. O bizim dostumuz, qardaşımızdır. Amma ola bilər insan şəxsi fikridir ki, ümumiyyətlə meyxana sənətinə uzaqlaşıb artıq bu sənətə keçir. O ola bilər ki, bəlkə qabaqda onun arzuları var, gördüyü işlər var ki, məsəl üçün ola bilər onu ad almaq istəyir və yaxud da hansısa bir yerlərdə konsert vermək istəyir. Bəlkə də meyxana sənəti ona, meyxanaçı olmağı ona maneəçilik törədir. Amma yenə də mən inanmıram ki, elə bir meyxana deyən olsun ki, o ifaçılığa keçsin, meyxana deyən olmağını inkar eləsin və yaxud da meyxananı inkar eləsin. Yox, mən sadəcə elə fikirləşirəm ki, müəyyən səbəblərə görə, çünki artıq ifaçılıqdadır, ifa eləyir, yəni müğənni kimi fəaliyyət göstərir. Ona görə də hansısa maneələri qabağından götürmək üçün yəqin ki, onu eləyir. Mən elə fikirləşirəm, amma heç vaxt o insanlar meyxana sənətini inkar eləməzlər. Çünki hər kəsin uşaqlığı bir yerdə keçib, öz yaş dövrümdən deyirəm, olan meyxanaçılar deyirəm. Çünki biz bir-birimizi hamımızı demək olar, lap gənc illərdən tanıyırıq, 14-15 yaşından. İnanmıram ki, o meyxanaya, yəni, belə yuxarıdan aşağı baxsın. Yaxşı, meyxanaçının meyxanaçı ilə eyni verişə çıxmamağının səbəbi nədir? Ola bilər hansısa, mən məsəl üçün elə insan var ki, bəlkə də yaxşı meyxana deyəndir, amma ola bilər ki, bizim xasiyyətimiz tutmur, münasibətimiz yerində deyil. Ola bilər ki, istəmirəm oyuna bir efiri bölüşməyi, bəlkə də o da istəmir onu. Məsələn, kimdən efirə çıxmaq istəmərsiniz? Mən yəni elə bir adam yoxdur efirə. Mən efirə həmişə demişəm efirdən. Mən həmişə demişəm ki, mən efirə o tək meyxanaçı yox. Mən məsəl üçün buradan şəxsən etiraf edirəm ki, elə verilişlər olub ki, orada elə sənətçilər olub. Sənətçi deyən ki, yəni bu sənət camiyyəsindən deyək də. Bu sənətkar sözünü uzlaşdırıblar, indi hamı sənətkar deyirlər. Yəni o sənət camiyyəsində olan insanlar olub ki, mən bilmişəm onlar verilişdədir, meyxanaya adəti yoxdur. Məsəl üçün musiqi aləmindən. Mən etiraz eləmişəm, onların efirə gəlməmişəm. Çünki mən dəfələrlə görmüşəm ki, o insanlar özlərini efirdə apara bilmirlər. Mən istəməmişəm ki, onlara dəyən atəşdən mənə də bir qığılcım deyilsin. Mən onu istəməmişəm heç vaxt. Tək meyxanaya aiddir. Meyxana deyən də var, musiqiçi də var ki, mən ümumiyyətlə həmişə demişəm, özünü efirdə apara bilməyən insanlar mən heç vaxt efirə çıxmıram. Müslüman, bax elə insanlar var ki, nə aparıcı, nə digər qonaqlar ona sənətkar demir. Yalnız öz-özünə sənətkar deyir. Adı qulağına dəyib də. Ona elə deyirlər. Yəni aparıcıdan da tələb edir ki, mənim təqdimatımı bu cür elə. Mən sənətkaram, məni sənətkar kimi təqdim elə. Yox, məncə işini bilən peşəkar aparıcı heç vaxt onun sözü ilə, onun dediyi ilə hərəkət eləməz. Əgər bilirsə o sənətkar deyil, efirə xatir və yaxud reytinqə xatir, ya neyəsə xatir, onu mən elə başa düşürəm ki, heç bir yaxşı aparıcı onu eləməz. Nəinki aparıcı, yəni bu sənətdən, musiqidən, bu işdən başı çıxan adam, biz yəni hamımız incəsənət aləmində böyümüşük də, biz bunu bilirik kim sənətkardır, kim sənətdən kardır. Yəni belə şeylər var. Biz insanları tanıyırıq. İndi ola bilər hansısa verilişlər reytinqə xatir. Çünki biz necədir, ümumiyyətlə Azərbaycanda bu günləri bir sənətkar sözünü uzlaşdırıblar. Hər çatana sənətkar deyirlər. Bir də qardaş sözünü uzlaşdırırlar, hamıya qardaş deyirlər. Yəni bu şeylər də gətirib bu yerlərə çıxardıb ki, artıq insanlar, məsəl üçün, biz incəsənət aləmindəyik. İndi musiqi təhsilimiz olmasa da, o musiqiçilərin içində böyümüşük, musiqidən də anlayışımız var, özümüz bildiyimiz qədər. Biz bilirik, amma insanlar, kütlə, onu cəmaət çoxsu bilmir axı, ayıra bilmir sənətkardan, sənətçini sənətkardan ayıra bilmir. Fikirləşir ki,
Yalçın buna sənətkar deyirsə, elə təqdim elədisə efirində, elə deməli bir sənətkardır. Amma halbuki o sənətkar deyil. O da gətirib bu yerlərə çıxardır ki, musiqimiz. Bu qardaş bacı mövzusu bu show biznesdə daha çox müzakirə olundu. Mən ən sevmədiyim sual idi. İlk dəfədə mən bu sualı verdim və bu sual gündəmə düşdü. Bəzən biz özümüz də elə bir şeylər var ki, bunu televiziyadan söyləmək olmaz. Televiziyadan kənar müzakirə oluna bilər. Kimə qardaş, kimə bacı demək olar bu sahədə? Mən ümumiyyətlə həyatda doğmalarımdan başqa heç kimə o sözü demirəm. Yəni, bu sahə mənə maraqlıdır. Yəni, o mövzular ümumiyyətlə incəsənədə show biznes aləminə aid deyil. Mən ən sevmədiyim sualdır. Bilsəydim, sənə qabaqcıdan deyərdim ki, o sual ümumiyyətlə mənə vermə. Mən yəni, doğmalarımdan başqa o sözü mən heç kimə həyatda demirəm. Kiməsə ola bilər bir xanım kimi müraciət edərəm, hörmət, ehtiram mənasında. Amma mən o sözü doğmalarımdan başqa heç kimə demirəm. Mövzunu siz başladınız deyə mən də o sualı ünvanladım. Amma əziz tamaşaçılar, qısa bir aramız var. Qısa bir aradan sonra burada nələr baş verəcək, hər birini görəcəksiniz. Təşəkkürlər. Əziz tamaşaçılar, reklamlar bitdi. Reklamlardan sonra Günah Uğurla verilişi qaldığı yerdən davam edir. Söylədiyim kimi, bugün Günah Uğurla verilişi çox maraqlı olacaq. Qonaqlarımız gəlməkdə davam edir. Mən istəyirəm növbəti qonağımızı dəvət edim. Daha sonra söhbətimizə davam edək. Çünki o gələn qonağın da deyəcək sözləri var. Deyir, ürəyim doludur, Yalçın. Gəlmişəm açıqlamalar verməyə. Xoş gəlib, səfa gətirib. Tanınmış meyxanaçı Pərviz Bülbülə gəlir. Xoş gəlir. Sabahın xeyir olsun. Sabahınız xeyir olsun, eşq olsun hər birinizə. Salamlayıram bütün tamaşaçılarımızı da, studiyada olan qonaqlarımızı da, musiqiçilərimizi də, Bibiyə xüsusi salamlar. Can Bibi. Amma səndə dəqiq Bibi səndəsən. Bibiyəm. Allah saxlasın. Bibi səhərdən deyir, Pərviz gəlmir, qoy Pərviz gəlsin. Bibi can. Can. Burada da ya Bibi. Xoş gəlmişsən Pərviz. Əyləş. Bibi də bir çay versin. Baş üstə. Hardan istəyirsən əyləşə bilərsən. Ayaq sürücülər buradadır. Sən yaman gəlirsən qabağa, biraz nə olub sənə səhər-səhər? Qızışmısan gözlərinə qan gəlir. Sabahınız xeyir olsun bir daha. Sabahın xeyir. Maşallah sizdə süfrə qəmboldur. Burada yeyib Hələ bu harasıdır. Bibi hazırlayır orada. Gələcək biləsən. Adam utanmasa naharəcən oturar burada. Şam yeməyinəcən oturur. Yaxşısınız? Şükür, yaxşıyıq. Sən necəsən, yaxşısan? Allah sizi saxlasın, Allah sizi var Son dövrlər tək gəlirsən verişlərə. Əvvəllər cüt gəlirdin. Türkanla gəlirdin. Son dövrlər tək çağırırsınız, ona görə belə gəlirəm. İstəyirsiniz gedim tezdən gəlim. Yo, xoş gəlmirsən. Tək sən gələsən. Gəlib çıxımızdan otur. Gəlib çıxımızdan otur, Sən ki, sən gələsən. Getsin gəlməyəcəksən. Deyir, tək ki sən gələsən, sonra deyir cüt gəl. Nəsə var Yaxşı, da sən onda. maşallah, sənə uğurlar arzulayıram. Minnətdaram, çox sağ ol. Əvvəllər bizim tanışdığımız olub, çoxdan tanıyırıq bir-birini, amma bu günlər həqiqətən sən artıq bir veriliş aparırsan, yəni sevindiricidir. Bundan da gözəl uğurlara. Canlı efir ilk sezondur, amma bir gün layihəm də var idi. Söz vermişdin ki, o layihəyə də çəkiləcəm. Mən ona demişdim bir gün gələrəm, daha bağladın onu, bilmədim nə oldu. İnşallah. Bağlamamışım, o veriş də davam edir. Hər gün Həftə eləmişsən içi onu. 5 gün günə uğurladı. Şənbə günü də bir gün verişidir. Dinc dayanmırsan ya. Yox, işləyən vaxtımızdır da. Öyle bunlara bax, dinc dayanmırlar, görürsən. Şüzar oğlandır Şüzar da. adamdır. Zaman çalışır. İşləmək lazımdır. Bizim işləyən vaxtımızdır da. Bəs indi işləməyə nə vaxt işləyək? İçində bir nəfər də işləyən gəlib. Özünü adaşı ilə oxşayanı ya, adaşı ilə. tapıb. Özünü oxşayanı tapıb. O ikinci dəfədir günə uğurlaya gəlir. Deyəsən uğurlu gətirmir onda. Yox, uğurludur, uğurludur maşallah. Mahnılar da sevilir, özü də sevilir. Sevilən meyxanaçı Balali gəlir günə uğurlaya. Xoş gəlir. Ay sabahın xeyir olsun, xoş gəlmişsən Balali.
İcazə edən tellərinə toxunan. Tellərinə toxunum. Sağ olun. Bunlar da qəşəng geyindim. Xoş gəlmisən, Bəlalı sən də. Sabahın xeyir olsun. Harda istəyirsən, gəl istəyirsən burada əyləş, problem deyil. Buradan rahat gördü oranı. Əlbəttə var. Bir gətir görək. Sən bilirsən buranı Onun səsi gəlir də, hə? Restorandır. İşləyir də. Bəli, əlbəttə. Bir dəfə gəlib yeyib gedib bu. Sabahınız xeyir, xoş gördük hamını. Dağdan ağır kişilər. Hə, bibi indi hazırladığın nədir de görək. Bu qarğıdalı. Evdə pişməyib qonşu. Hə, bir dənə dadına bir baxın. Manlıdır. Manlıdır. Bir dənə yiyin Dağdan baxın. ağır kişilər orada, bu xaç. Yo, indi bir dənə baxın. Tərzi qaldırandı. Növbəti söz. Növbəti dəfə mən xaş hazırlayacağam. Bu tərzi qaldırandı, tərzi salan. Yo, bu normal ağır. saxlayacağım. Stabil saxlayır bu. Dəniz bundan yeyir. Iska deyil. Hər gün evdə Bütün bundan. vitaminlərlə. Bir yiyin, bir qiymət verin. O biraz soğuk. Günə uğurla da səhər yeməyidir. Qonaqlarımız hər biri bizim verişdən razı gedirlər. Deyirlər ki, burada səhər Səhər yeməyi yaxşı olur. Keçən səfər lap yeyə, belə keçən səfər belə gəlinə qoluna eləyə, yağ, qaymaq. bir də mikrofona zəhmət olmasa belə. Mikrofonu danış. Yo, maraqlıdır, mikrofonu danış. Yemək yeyəndə danışmazlar. Oradan gedir. Oy, bu danışın ki, izləyirlər indi yeməyi gördülər. biz Yemək yeyəndə danışmazlar. Televiziya gün bir-bir danışaq. bir-bir. Aynen başlayıram. Hə, Ya vəziyyət Allah, necədir? Hər şey əladır. Bu günləri söz ustaları buradadırsa necə olmalıdır? Əla olmalı. Suallardan neyimiz var? Suallarda bir iki sualı verdim elə oradan da dedin ki durum gedir. Yox, dedim tək çağırırsa tək gəlirəm. İkinci suala hazırlaşıram cavab verməyə. Banandı, yağdı. Meyxanaçıların niyə bir çoxu meyxanaçı ilə çıxmaq Bala elə imtina yi edir? çörəyi danışma. Gör, əmilər söhbət edir, yatanmanla. Hə, Pərviz. Can. Meyxanaçıların bir çoxu niyə meyxanaçı ilə bir verişə çıxmaqdan imtina edir? Kim eləyib onu? Çoxları. Məsələn, o çoxlarının birinin adı yoxdur. Yəni sən hər meyxanaçının efirə çıxırsan. Haçan mənlə çağırdınız. Siz özünüz də bilirsiniz ki, kimi ilə çağırırsınız. Siz elə hamını gəldisən, meyxanaçı çox ola bilər, amma necə oxuyan çoxdur, hamı o demək deyir ki, efir onun üçün açıqdır. Nə qədər meyxana deyən var ki, sizin efirin qapısı onun üçün bağlıdır, var elə bir meyxanaçı var. Biz kim bizə müraciət Və mən edirsə, meyxana biz deyən özümüz deyərəm dəvət sizə ki, siz tanımırsınız, onu gözəl meyxanadır, qəşəng meyxanadır. Amma görürsünüz, siz tanımırsınız, bilmirsiniz. Amma siz də deyə bilərsiniz, bizə təklif edə bilərsiniz ki, digər meyxanaçı daha yaxşıdır, siz dəvət edə bilərsiniz. Bütün meyxana deyənlər, yox, mən ümumi kollektivdən danışıram da, o işi tək o görmür axı. Qonaqlar çağıran insanlar Sən başqadır. manı ye onu. Yatam. Manı ye. Ağlayır. Mən bizə nəyi bilmək istəyirəm, Siz ümumiyyətlə hansı meyxanaçıları dəvət eləmisiniz verilişlərinizə? Tanınan meyxana deyənlərdən başqa. Məsələn, gündəmdə olan Yalan meyxana nə deyim, mən deyənlərdən meyxana başqa. sənətindən o qədər də anlayışım yoxdur. Amma Bu nə riskli Amma eləmisən sizin kimi bu dostlarımız amma sizin kimi dostlarımız məsləhət görəndə Mən amma sizə bir dənə söz deyim. Mən bir neçə verilişlər olub ki, meyxana deyən təklif eləmişəm. Deyiblər ki, yox, biz tanımırıq onu. Yox, bizə kimi təklif ediblərsə, Və yaxud da hər zaman. elə verilişlər var ki, orada ödənişlidir. Ona görə deyirlər ki, o tanınmır, ödənişli Bizim- olmalıdır. Bizim Arbe televiziyamız Sizdə ödənişsizdirsə çağırın meyxana deyəndə ödənişli- gündə əlbəttə 3 biz göndərin. hər zaman, Gündə 2-3 dənə Biz göndərin hər gəlsin. zaman belə deyim, istedadı olan gənclərə hər zaman dəstək olmuşuq. Mən onda istedadlı gənclərdən göndərəcəm. Mən TikTokda bir dənə xanım gördüm, yəqin ki, sizin qarşınıza da çıxıb, restoranda xadimə çalışır. Gördüm gözəl səsi var. Əməkdaşlarımıza dedim ki, Allah xanımı kömək dəvət olsun. eləyin. Xanım gəldi. Yəni siz də meyxanaçılardan kimisə istəsəz dəvət edə bilərsiniz. Yaxşı. Göndərək də. Mən sənin verilişimə göndərəcəm arada 2 dənə 3 dənə istedadlı uşaqlardan. Amma sizlə bir yerdə gəlməlidirlər. Və görürsünüz, Sizlə niyə? bir yerdə gəlməlidirlər. Niyə? 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 Çünki tamaşaçı Səbəb nədir? Səbəb odur ki, tamaşaçı tanınmış görəndə televiziya qarşısında əyləşib verilişə baxır. Ay, sabah görürsünüz, onu gördü, tanınmamış Və meyxana deyəndə. sizin sayənizdə digər meyxanaçı da tanınmış olur. Necə ki, bəzi meyxanaçılar var deyir ki, mən filankəsi
Məşhur elədim. Yox, məsələ biz necədir? Yəni meyxanaçı var, deyir mən falan kəsi məşhur elədim. Bəli. Kim deyir onu? Kim deyim onu? Məncə Akşin Fatih, Nəfəsi. Okey, söhbəti. Hə, o olar, o işlər olar. Amma Yox, biz elə Pərviz bilirik Bülbülə ki, də Tanımayan Pərviz bilirik. Bülbülə də Türkan Vəlizadənin üzərində biz elə əziyyəti var. bilirik ki, siz deyirsiniz ki, hansısa meyxana deyəni məşhur elədi. Meyxana deyən, Yox, hə, yox, meyxana deyənlər deyən- çox adamlar məşhur meyxana deyən, edirlər. bəli. Meyxana deyənlər çox adamlar məşhur. Pərviz Bülbülə Türkan məşhur eləməyib, yoxsa? Özü deyibmi Pərviz onu? Eşitmisiniz onu? Özünü demək lazımdır. Görünən xarici kəndə nə gözlərə- bələdçi? Bəli. Onda o meyxanaçı ki var idi, mən məşhur eləmişim, o görünməyən kənddir. Yox. Bəzən situasiya elə yerə gəlib çatır ki, hadisələr elə bir cəryan edir ki, insan özü açıqlama verir, deyir ki, falan kəs məndən sonra, mənim duetimdən sonra məşhur olur. Anam apelsin şirəsi yox. Yox, Yalçın bir sənə demək istəyir Pərviz. Yəni deyir, biz o kəndində bələdik, görürdük. Sadəcə bu özü çıxdı etiraf elədi. Özü dedi ki, mən eləmişəm onu. Yox, elə Yəni onsa o deməsəydi də biz bilirdik də, nə var, nə yox. Məsələ budur. Türkan etiraf eləyib amma. Nəyə etiraf edib? Etiraf eləyib ki, Pərviz Bülbülənin mənim üzərimdə əziyyəti böyükdür. Eləməsə haqqına girmiş olar axı bunun. Sağ ol. O etiraf Səncə eləməsə deməyib, haqqına Pərviz? girmiş olar da, itirməyib də. Türkan xanımı salamlayıram efir vasitəsilə baxırsa. Mən həmişə demişəm ki, mən çox vaxt nəsə iş görəndə özüm üçün görürəm. Sadəcə ondan qarşı tərəf istifadə eləyən Türkan yaxşı istifadə eləyib ondan. Elə Özü bir də nədənsə tanınır, qorxursan, bir biz sürü- rahat danış. Yox, musiqinin qorxu olur. Musiqi verirlər, biraz mənə həyəcan Hə, gəlir. o əzanın musiqi yox. Musiqi biraz mənə sıxır, yəni bir nəsə olacaq. Şən bir melodiya verin, orada mən danışım. Pərviz Bülbül ola nədənsə çəkinər, nədənsə qorxar. Yalçın, Olar elə bir şey. Heç vaxt. Heç vaxt. misal üçün, bizə necə bir şey. Misal üçün. Bax, hər sahədə, Mikrofonu biraz yaxın Yaşını tut. qoy ora, mikrofonu götür. hər sahədə həm yaşıdlar var, həm taylar var. Bir-biri ilə münasibətləri yaxşı olanlar var. Götürün ki, bundan tax Yəni onlara. indi mən Balayeli ya bütün meyxanaçılar məcbur deyil ki, mənimlə efirə çıxsınlar və yaxud da ki, mən Balayelinin borcu deyil ki, elə mənimlə bütün meyxana deyənlərlə efirə çıxım. Hərənin öz ayarı var da. Mən birindən zəif olaram, birindən güclü olaram. Bilirsiniz də, efirə də çıxanda gedək çalışıram elə rəqiblərimlə çıxım ki, bir-birimizi başa düşək. Çünki biz meyxana deyəndə orada bədahətən deyirik. Orada bir-birimizi biz anlamalıyıq, başa düşməliyik ki, yoxsa o elə söz deyər, mən çaşıb qalaram ki, buna nə deyim, ya mən elə söz deyərəm, o səhv başa düşər, kobud başa düşər, başqa cür cavab verər, bu efirdir, bunu görürlər, bu sabah sizə də yaxşı olmaz. Ona görə hamısı ilə yox, amma elələri var ki, bəli, yəni soruşub çıxmaq lazım ki, kim var efir, elə meyxanadan var ki, onunla efirə çıxmaq olmaz, elə müğənni var ki, onunla ümumiyyətlə efirə çıxmaq olmaz. Adam var ki, onunla heç yerə getmə. Bayırlığı yoxdur da. Belədir də, yəni düzündən aşağıda. Elə də yox, qardaşım məsazı alıb. Pərviz yavaş-yavaş Türkan haqqında danışmaq istəyirdi, melodiya girdi araya. İndi melodiyanı dəyişin. Melodiyadan qabaq balalı girdi araya. Hə, melodiyanı dəyişin, Pərviz fikrin, hə, dəyişlər melodiyanı. Buyur Pərviz. Dadına baxmaq üçündür, nə olub? Dadı dibindədir də o. O dadı dibindədir. Üzlərsən yoxdur bananla. Mən həmişə Türkana çox sağ ol demişəm. Yəni həqiqətən də o etiraf mənə lazım deyil onu etiraf eləmək. Mən oturub heç vaxt gözləməmişəm ki, kimsə etiraf eləsin ki, mənim kiminsə üzərimdə haqqım olub. Vallahi heç vaxt heç kəsin elə şey gözləməmişəm. Mən özüm üçün bir repertuar qurmuşam, bir iş görmüşəm və sadəcə Türkan xanım da ondan səmərəli istifadə eləyib, halal xoş olsun. Belə. Yoxsa mən durum Bizim verişimizdə qonaq olanda Türkan söylədi ki, Pərvizi axtarıram, tapa bilmirəm. Siz də tapsaz mənə deyin. Baxaq həmin görüntülərə. Səncə kim ola bilər gələn? Hələ ki gülürsən, hələ ki gülürsən. Vallah nə bilim Yalçın. Bəlkə duet otağında gələn Pərviz Bülbülədir gələn. Lap yaxşı, xoş gəlib. Niyə olmasın? Ümumiyyətlə Pərvizdən xəbərimiz var. Mən belə yəni Pərvizi məndən soruşursan, Pərvizlə duet oxuyansan məndən soruşursan. Valla neçə vaxtda artıq neçə aylardır ki, demək olar ki, heç yəni xəbərim yoxdur. Telefonla danışmışsınız. Xeyr. Niyə? İncəlik olub arada. Yox, heç bir şey olmayıb. Sadəcə olaraq nə bilim o öz işlərindən məşğuldur, mən öz işlərimdən. Biz yeni mahnı olandan olana belə studiyada məsələn mahnı ifa eləyirik belə. Yeni Amma mahnı belə olmayacaq bir-birimizdən Pərvizdən. xəbər. Onu Pərvizi dəvət elə, ondan soruş. Dəvət elədim, indi də soruşuram.
Yeni duet olacaqmı? Olsa olar, olmasa olmaz. Elə baxaq da görək. Türkan xanım indi biraz janrını dəyişib. Bibi nə qatmısan bu manlıya? Yanmır bu. Ne oldu ki? Dili tutulur. Pilotu. Əğyarlar olmasa duetlər bol olar da indi. Əğyar. Mikrofonsuz danışırsan, Baba bəli. Ali sen ye bala ye. Sen biraz köke. Qırağa, bəsdir də. Biraz köke. Bəsdir də. Hə, bəli, nəsə deyirdi. Deyirəm ki, inşallah olan duetlər çox gözəl alınır. İnşallah duetlər də olar. Biraz öyle bir Bir dənə Türkanın mənə tapması lazımdır. Nə, tapmaca. Yəni Pərvizi tapmaq çətin Aç görüm, məsələdir. tamam. Gör nə qədər çətin deyə. Türkan xanım özü qeyd elədi, dedi Pərvizin işləri var. Halbuki mənim Türkandan başqa işim yoxdur. Qalmışıq belə. İndi Sanki arada bir efirdir də oynamaq lazımdır. Və bu dəqiqə məsəl üçün mən bu dəqiqə deyib gülürəm, amma köməkçilər də görür, uşaqlar da görür ki, reklamlar olan kimi kadr arxası insanlar biraz başqa cür olur. Amma bir də görürsünüz məcburuq da biz cəmaata bildirməli deyilik. Kimin nə problemi var, kimin nəyi var. Məcburuq belə şeylərə. Eybi yox olsun. Olsun bir oyundur, oynayırıq hamımız. Amma yaxşı oyundur da, gözəl oyundur. Fırıldaq deyil, hilə deyil. Ən əsas odur ki, tamaşasının əhval-ruhiyyəsini xoş saxlamaq üçün Yəni Türkan efir xatirinə deyilən sözlərdir o, efir xatirinə deyil. Nəinki elə sözlər var bu dəqiqə mən də efir xatirinə deyirəm. Bəs burada uduzan kimdir? Bu oyunda heç kim uduzmur. Bu oyunda kim odur? Eşimanı. Eşimanı, eşimanı. Yox, Pərviz, sanki arada birincilik var. Nə Türkan demək istəyir, nə də Yox, sən. xeyr, yoxdur, vallahi yoxdur. Mənim Türkandan inciməyim, mənim zəifliyim olar. Adam umman yerindən küsər. Mən umduğum yoxdur ki, Türkandan. Türkan məndən küsə bilər, qadına məxsus olan xarakterdir, xanıma yaraşır küsmək. Mənim nə boyda intriqam ola bilər, mən özümə yaraşdırmaram durum. Xanımla özdə bir yandan da ki, halbuki həmkarımızdır, dəfələrlə meydan bölüşmüşük, o qədər millətin toyunda, xeyir işində olmuşuq. Mən niyə görə axı Türkanın mənə nə pisliyi dəyib ki, mən ondan inciyim. Mənim də ona pisliyim dəyməz, sadəcə inciyə bilər ki, biraz tənbəllik eləyərəm, duet yazmaram. Nuş olsun, bana Buna görə də meyxana deyənləri bir yerdə efiraba buna görə çağırırlar vallahi. Söhbət edirsən, qoy mən yeməyimi yeyim. Ya mənə də qatın söhbət, darıxıram mən. Mən darıxıram, vallahi darıxıram. Yəni belə. Ya yeyim, ya Aslında deyim. Başqa bir şey ola bilməz. Deyirlər məsələn Pərvizlə Türkan nə vaxtı görüşəm, görünərik də. Bir fikir verirəm mən, siz o veriliş var idi, göstərdiniz indi kadr. Orada bir dəfə adımı çəkdiniz, ki, tamam, mövzu qutardı. Amma fikir versə bayaqdan elə biz davam eləyirik. Oldu, qutardı. Duet olanda görəcək, sizi təqdim eləyəcəyik. İnşallah yaxşı olar. Olmazsa da yəqin olmayacaq, başqa bir şey olacaq. Bizə, mən xoşum gəlmir, qabaqcıdan deyəndə elə bir adama düşmür. Balali ilə də bir dənə mahnı var idi, dedik, oxuyarıq. Mən növbə gəldi ona. Dedik, oxuyarıq ki, bir ay yaxın dilişib qalıb. Elə bir şey, dedik alınmır da Bir bizdə. dənə qəşəng mahnı yazmışıq da. Vallahi alınmır, Pərviz sökən yazıb. daşa dirəni belə bir şey yoxdur. Ya əlamətlərə inanırsınız ki, dedim alınmadı. Yox, hər şey o qurban Bir zapan olduğum. aranjmana verin də mahnını. Hər şey Aranjman da hazır. olub. Aranjman da olub. Hər şey qurban Onda oxumuşsa olduğum. mən geyim oxuyum. Yox, abi sənsən. Amma manlı deyil ki, yeməyə götürüb yeyəsən. Qurban olduğumun məsləhəti iləndir. Oxumursunuz. Biz hələ deyirik, bu belə olsun, elə deyil. Elə şeylər var ki, öz vaxtı məqamı var. Yəni, onun üçün biz tələssək də belə, və yaxud da gecikmək də istəsək, istəmirik ki, bu iş alınsın, onu qurban olduğum yaxınlaşdırır. Eləsi də var ki, məsələn, tələsir onu görməyə alınmır. Yəni, hər şeyin öz vaxtı məqamı var. Zamanı gərək axarına buraxarsan. Sağalmayan yaralar, bu aralar Pərviz Türkanla danışdınız, sağalmayan yaralar zamanla sağalır. Yəni, tək bu Pərvizə, Ruslana aid deyil, yəni ümumiyyətlə belədir. Düzələn şeylər zamanla düzəlir. Düzəlməyən şey də heç vaxt düzəlməyəcək. Ona görə inşallah bizim duetimiz gəlir. Məsələn, Əğyar onu deyirdim də, mən olmasam onlar oxuyarlar. Mahnı biz oxuyaq, duet. Girib araya. Mənlə duetini qutarsın, sonra Bəli, Türkanla təzə duetim Türkanla başlamışdı ki, gözlərinə fəda ollam, göz yaşımı seyl etmə, yarın sənə meyl etmiş, sən özgəyə meyl etmə. Balalı gəldi ki, dərdin də dərindir, dillə, sözlə demək olmaz.
bəlkə də deyərsən heç kəs kömək olmaz. Bir də əlası var. Bəlkə meyxana deyə darıxmırsan? Deyək. Meyxana deyirik də. Mən meyxana deyə bilirsən, deyə söhbət edirik də. Yox, yaxşısından deyim. Buyurun, səhər-səhər bir meyxana deyin, daha sonra söhbətlərimiz var burada. Ay bibi, nə deyirsən? De gəlsin. Bir dənə bananlı meyxana deyək, bir dənə belə Gör nə edirsən? sumaqlı zaddır, yağlı meyxana. Bunların sütünü butulkada qoyalım. Mən bir dənə qafiyyə yazmışam, ama deyim. Bir dənə qafiyyə yazmışam, deyim. Can? Deyim bir dənə qafiyyə Bibi sizə. sənə üçün. Ha? Bibi desin sizə. Qulaq asın. Heç kim deməsin meyxanada məndən güclüdür. Çünki bu aləmdə bir tək mən varam. Hə, bibi qoy onu tuxovkaya pişir yavaş-yavaş. Yazmışam, yadımdan çıxır. Təkrar Qoy, qoy edirəm. tavaya onu Heç kim sal deməsin pişir yavaş-yavaş, meyxanada əmələ məndən gələndə deyərik. güclüdür. Çünki bu aləmdə bir tək mən varam. Allah səni saxlasın bu Görün aləmdə, bibi. deyinirsiniz. Mən açdım, qalanı sizdən. Sən açdın da, sən bir dənə yaxşı obyekt aç, işlədir. Valla bir dənə restoran aç. Hələ o da var, o da olacaq. Maşallah, əl qabiliyyətin gözəl. Bibi, biz onu ora burasını düzəldərik, görək nə edirik. Gör nə inirsən. Orasını, burasını Buyur, düzelt Pərviz. Onlar o aləmdən aralı deyək biraz. Olar, hər şey olar. Əğyar, bir dənə qalın ki, çox. Sənin bu qonaqlıq sənin, bu məclis sənin, bu qonaqlıq sənin, boşun mənə olsun qoçaqlıq sənin, ay bir əllərimə sağlıq sənin. Səhər manlı gəlib sənin üçün, səhər manlı gəlib sənin üçün, səhər manlı gəlib sənin üçün, səhər manlı gəlib sənin üçün. Bu meyxana canlı gəlib sənin üçün, bu meyxana canlı gəlib sənin üçün, səhər manlı gəlib sənin üçün, bu meyxana canlı gəlib sənin üçün, bu meyxana canlı gəlib sənin üçün. Baxma günan çox yuxarıda olmusan, baxma günan çox yuxarıda olmusan, biz orada olmuşuq harda olmusan, hali bir dərddə darda olmusan, dostlar əyacanlı gəlib sən üçün, dostlar əyacanlı gəlib sən üçün, səhər manlı gəlib sən üçün, meyxanalar canlı gəlib sən üçün. Bu meyxana canlı gəlib sən üçün. Dar gündə köməyimə çatır sağ ol, dar gündə köməyimə çatır sağ ol, hər sözü ürəyimə yatır sağ ol, şairlər gecə gec yatır sağ ol, yenə tapıb imkanını gəlib sən üçün, yenə tapıb imkanını gəlib sən üçün, səhər manlı gəlib sən üçün, meyxanalar canlı gəlib sən üçün, bu meyxana canlı gəlib sən üçün. Sualların salır adamı təşbişə, hər bizi ayalsın salmısan işə, xəstə çağırmısan verilişə, əlində dərmanlı gəlib sən üçün, əlində dərmanlı gəlib sən üçün, səhər canlı gəlib sən üçün, bu meyxana canlı gəlib sən üçün.
gəlib sən üçün. Bu meyxana canlı gəlib sən üçün. Ruslanlı Türkanlı gəlib sən üçün. Bu meyxana canlı gəlib sən üçün. Bu meyxana canlı gəlib sən üçün. Bizdə hörmət bağlı olur hörmətə. Yəqin ki məlumdur bu əksəriyyətə. Pərviz məni qatma süzün eyyətə. Bu mövzu bir yanlı gəlib sən üçün. Bu mövzu bir yanlı gəlib sən üçün. Səhər səhər canlı gəlib sən üçün. Bu meyxana canlı gəlib sən üçün. Bizi ilə belə söz döyüşdür. Az bu qədər dostlarımı ilişdir. Gələn səfər kampanyanı dəyişdir. Bax qızdı oğlanlı gəlib sən üçün. Bax qızdı oğlanlı gəlib sən üçün. Səfər sana canlı gəlib sən üçün. Bu meyxana canlı gəlib sən üçün. Mən aslanam, bunlar sənətdə tülkü yox. Bunların özünə qalan bu mülkü. Gəlib elə oturub, laf elə bil ki, hansısa imkanlı gəlib Sənsin, hansısa imkanlı gəlib sənsin. Bu meyxana canlı gəlib sənsin. Bu meyxana canlı gəlib sənsin. Ey kişi bunlar pələk dögür, şir dögür. Heç canavardan da belə bir dögür. Alabalı elə belə şair dögür. Özü də ən atsanlı gəlib sənsin. Özü də ən atsanlı gəlib sənsin. Bu meyxana canlı gəlib sənsin. Bu meyxana canlı gəlib sənsin. Bibi atıb özünü yaşının yarısına. Bax kasinkasında saçının sarısına. Deyirəm bibi ayır beynin qapısına. Elçilər qurbanlı gəlib sən. Elçilər qurbanlı gəlib sənsin. Sən meyxana canlı gəlib sənsin. Bu meyxana canlı gəlib sənsin.
meyxana canlı gəlib sən üçün, bu meyxana canlı gəlib sən üçün. Sözlüklə ayır be meydanında, şairlik vardırsa sənin qanında, şairlik vardırsa sənin qanında. Yemək gəlib hələ çayda yanında, nanəli reyhanlı gəlib sən üçün, nanəli reyhanlı gəlib sən üçün, bu meyxana canlı gəlib sən üçün, bu meyxana canlı gəlib sən üçün. Bu meyxana bir dənədir bu ölkədə, Allah bizi saxlasın kölgədə. Meyxana bir dənədir bu ölkədə, pis gözlər bizi tutmasın kölgədə. Yenə qapının zəngi gəldi bəlkə də, Orxan Hökbadanlı gəlib sən üçün, Orxan Hökbadanlı gəlib sən üçün. Bu meyxana canlı gəlib sən üçün, bu meyxana Canlı gəlib sən üçün. Təşəkkürlər, təşəkkürlər. Mən hər zaman söyləyirəm ki, meyxana sənəti, meyxana demək Allah vergisidir. Çünki hər bir insan bədahətən belə söz deyə bilməz. Amma bu sənət cəmiyyəsində, show biznesdə hər yerindən duran gəlir elə meyxana tərəfə, meyxana sənətindən söz deyir, meyxana sənətini tənqid etmək istəyir. Bilirsiniz necədir? Bu günləri üzr istəyirəm dost qardaşlardan. Bu gün meyxana o boyda o qədər zirvəyə qalxıb ki, o qədər gündəmə gəlib ki, artıq bir çox insanlar otururlar evdə, görürlər ki, gündəmləri, reklamlar yavaş-yavaş azalır və yaxud da yada düşmürlər. Ancaq bir nöqtə bilirlər ki, meyxana deyənə, meyxanaya söz atsam, səhər bütün efirlər, bütün TikTok səhifələri, sosial şəbəkədə, bütün platformalar ancaq yazacaq, pozacaq ki, filan kəs meyxana deyənə ilişdi, söz atdı, filan kəs meyxana deyənə belə dedi, filan kəs meyxanadan danışdı. Bilirsiniz necədir? Müəyyən insanlar var ki, ümumiyyətlə onlara aid olmayan sahəni oturub müzakirə edirlər. Amma bir dənə meyxana deyən göstərə bilməzsiniz ki, onlar oturub öz sahələrindən başqa bir sahəni müzakirə edirlər və irad bildirirlər, kimdəsə səhv tuturlar. Hansı səhv tutmaq olar. Ola bilər mən də hansısa bir sözü düz demərəm, dinləyici, izləyici məndən səhv tuta bilər. Hansısa bir xanəndə muğamı xarici oxuyar, mən də səhv bilərəm, onu bilərəm səhv oxudu. İrad bildirərəm. Amma ümumiyyətlə oturub bu sənətin daha altından, üstündən, daha bir sənəcə dərinliyindən danışmaq. Yəni gündəm üçün eləyirlər bunu. Hamısı gündəm üçündür. Meyxanaya, meyxana deyənlər. Çünki biz necədir? Meyxana ancaq meyxana ilə məşğul olanlara və olmayanlara ancaq uğur gətirir. Yəni, bu dəqiqə vəziyyət odur ki, bəlkə də sizə deyim ki, meyxana deyənlərdən çox meyxanaya söz atanlara uğur gətirir meyxana. Ona görə də hamı başlayıb meyxanadan danışmağa. Dostların isə əlavəsi varsa, Mən irad bildirmərəm başqa sahəyə. Bir dənə iradım olar, o da yenə gəlir öz sahəmizə söykənir. Nə iradım? Məsələn, illərdir mən uşaq, özüm muğamı sevən adamam, mən muğamata qulaq asan adamam ya müəyyən mahnılara. Məsələn, illərdir uşaqlıqdan eşidirik ki, hansı xanəndə, hansı müğənni oxuyursa, şablon qəzəllər var. Məsələn, bir ikisini deyəcəyim. O, dolanıb dövr eləmir nə bizdə qanım neyniyim, ey təbibim daha yox, dərdə mam neyniyim. Sonra, fələk cövründən əl çəkməz, nə zan səndən kənar olmaz. Bir qələm, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Biz bu şairlərə, özümüz də bu sahənin adamıyıq. Amma bax, olarmı o bəhirlərdə müğənnilər, xanəndələr də inkişaf eləyə bilərlər. Ona görə onlar da qarışdırırlar. Məsəl üçün, o bəhirdə olan çox qəzəl var. Fələk cövründən əl çəkməz, nə zan səndən kənar olmaz. Məsəl üçün, məhəbbət isrədər salmış bütün divanələr məndən. Qəzəlləri də dəyişə bilərlər. İllərdir, beyinlərdir, eyni qəzəllər oxunur. Elə bil, özləri inkişaf edir. Bir dənə səsi götürüb,
səslə tək meydan eləyir. Mənim səsim, siz elə bilirsiniz tək meyxana Allah vergisidir. Yox, elə bir şey yoxdur. Səsin öz oxumağın Təbii özü ki. də Allah vergisidir. Səslər, Bu günlər mən özümü o müğənnidən, xanəndədən yuxarı bilmirəm ki, yox Allah mənə təbb verib, sənə heç nə verməyib. Yox Allah ona elə bir səs verib ki, vallahi mən özüm hərdən həsəd. Mən bəzən elə hallar oldu demişəm ki, kaş yaxşı bir gözəl səsim olaydı. Məsələn, Alim Qasımov kimi səsim olaydı, təbim olmayaydı. Fikir verirsən, səsi olan insanları da, səsi olmayanları heç kim oxutdura bilməz, heç kim xanəndə eləyə bilməz. Səs olmalıdır ki, gedəsən, onlar sənə istiqamətləndirsin və səsin yollarını öyrətməlidir ki, necə oxumalısan, harda bəmə düşməlisən, harda zilə qalxmalısan. Fikir verirsiniz, müğənnilər də köhnə mahnıları götürürlər, artıq yeni aranjmanlarda oxuyurlar. Elə bir ki, bu təzə gələn şairlər, adam istəmir o barədə danışır. Yəni, hər nə var idi köhnədə idi də, bizdə təzədə heç nə yoxdur. Mən hər dəfə deyirəm, hər şey dəyişdi. iPhone 17 çıxan kimi hamı qaçır alır. Bu şairlərin də təzəsi var, sözlərin də təzəsi var. Hamı yapışıb köhnə qəzəl, gül kimi qəzəllər var. Məsələn, Azərin qəzəli var. Həsrətindən yuxu bilmir gözüm əsla gecələr. Səni görməkdən ötürü. Bizim qəzəllərimiz lazım deyil. Bizim sualımız başqa idi. Başqa yönə. Yox, məsələ uşaqlıqdan getmir. Bizim uşaqlığımızda da meyxana başlayır. Uşaqlıq yox. demir. Bu meyxana meyxanaya sənətinə, uzatmalı, meyxana aidiyyəti olmayan insanların meyxana haqqında fikir söyləməkləri. Meyxanaya aidiyyəti olmayan insanlar o sahənin adamlarıdır da. Başqa kimin sahəsi? Yox, məsələn, musiqiçilər olur bəzən. Kondisioner ustası, kombi ustası. Yox, biz elə musiqiçi olur ki, konuşmuyoruz bəzən yəni. meyxana sənəti haqqında fikir söyləyir. musiqiçi. Bəli. Musiqiçi meyxana sənətindən sonra gələn üçüncü yerdə dayanır. Birinci söz gəlir, ikinci ritm gəlir, üçüncü musiqi gəlir. Mən belə bilirəm. Musiqi üçüncü dərəcəli kateqoriyadır. Biz bunu bir nəfər adam var, o ilə də mən biraz müzakirə eləmişdik. Həqiqətən birinci sözdür. Sözdən sonra ritm gəlir. Hər şey yığışdırsaq birinci insan danışır, sonra nəsə Əslində səs ritm gəlir ki, gəlməlidir. səsdir də. O zaman belə qənaətə gəlirik ki, musiqiçi meyxana sənəti haqqında söz deyə bilər. Deyə bilər, niyə? Onun da fikri var. Amma meyxanaçı da musiqi haqqında deyəndə, siz elə bilirsiniz ki, mən dünənləri bir efirdə idim, oturduq o reklam arasında musiqiçilərə dedim ki, dedim meyxana sizə üzdən asan gələ bilər, heç musiqiçilər onu elə müşahidə eləyə bilmir, fikir versiniz. Boynumuz elə, mən Allah sizə işim yoxdur ya qardaşlar, qurban olaram, yəni sizin sənətinizə başa düşürük, yəni nə demək istəyirəm. Yəni, bu dəqiqə bir müğənni çıxsın ora, hamı bilir. Çünki müğənni artıq şablondur, bilirlər hardan başlayacaqlar, nə edəcəklər. Meyxanaçı ki, hər dəqiqə yeni bir şey gözləyə bilərsən, musiqiçilər özü şaşır qalır ki, indi görəsən mən burada neyniyim, bu fırlanıb baxacaq. Düz demirəm qardaş, elədir. Bayaqdan bir 3 dəfə fırlanıb arxaya baxmışam ki, o ritmi bəlkə belə vurmayasan, yumuşaq vuraq, nəqarət deyəndə belə vuraq, bənd deyəndə yavaş-yavaş vuraq. Mən o barədə deyirəm. Elə bir siz meyxananı müşahidə etmək elə belə asandır. Ay can alan canıma, dur qəlqinən yanıma. Yox, vallahi yox. Necə ki, meyxana bədahətən deyilir, musiqi də həmin anda bədahətən olur. Bədahətən ona qoşulmalıdır. Qoşulur. Mən musiqiçiləri Məsələ bəzən odur. niyə qınayıram? Məni müşahidə edən musiqiçilər, ya, estağfurullah, yəni özümdən. Bir də göz, mən meyxana deyirəm. Mənim meyxanam qalır bir qırağa, musiqiçi özünü göstərir. Deyirəm ki, bax, vallahi elə olmayacaq. Sən mənim dediyimi arxamca ifa eləsən, bəlkə məndən də çox tutuzdur edəsən, xəbərin yoxdur. Mən özümü ifa edirəm, sən özü ifa edirsən, aləm deyir bir-birinə. O müğənninin də şablonu nəyə görə deyir Pərviz? Məsələn, musiqiçi bilir ki, bu mahnını oxuyacaq. Bu mahnı da Bayat Şiraz muğamı ilə başlayır. Artıq rahat da, O bilir ki, oradan başlamalıdır buna. Amma meyxana Pərvizsənlə bağlı müğənni ilə işləmək rahatdır, biz yenə müğənni ilə daha rahatdır xanəndə ilə, artıq bilirsiniz, o məktəbi də keçmiş. Amma bizdə ki, hər dəqiqə, hər saniyə bir dənə fikir gəlir, bir dənə bəhri gəlir deyənə. Pərvizənlə bağlı görüntülərimiz var. O görüntülərə baxaq. Neynəmsən? Görürük ki, rəqsə xüsusi marağım var. Ona görə də istədik bir sənin üçün bir rəqs qrupun, ağa rəqs qrupun sənin üçün sürpriz edək. Buyursunlar, ağa rəqs qrupu gəlsin. Aman. Allah sağ olsun.
Gəlin, xoş gəlmisiniz. Gəl öpüm də səni. Gəl, səni də öpüm. Xoş gəlmisiniz. Gördünüz də Pərviz Əmi necə gözəl rəqs edir? Amma o cür oynamır ha, özünüz kimi oynayın. Pərviz Əmi ilə bugün rəqs eləyə bilərsiniz? Hə? O zaman gəlsin mahnı, Pərviz bəy də sizə qoş. Musiqiçilər müşahidə eləsin o zaman. Sesim gelir oradan. Təşəkkürlər, minnətdaram. Ağa Rəqs qrupu sizi tez-tez Günoğula verişində gözləyirəm. Bu günləri möhtəşəm rəqs elədiniz. Pərviz necə idi, qardaş? Yaxşısın, adları nədir uşaqların? Elgün Salih. Elgün Salih, maşallah. Allah saxlasın. İnşallah bir gün eşidək ki, Elgün Sizin toyunuzda Azərbaycanı Gedin, növbəti rəqqas kimi Günoğula dünyada verişində təmsil gözləyirəm. edir. Allah saxlasın, Salih, maşallah. Yaş öz sözünü deyir deyəsən, Pərviz. Əminiz olun. Hə? Yaş öz sözünü deyir deyəsən. Qurunun orduna yaş da gedir də. Qaldıqca baş da gedir, qurunun orada yaş da gedir. Deyər bu qafiyə.
Səhər xaç Bəli, bu sənətdə kimdən bəhrələnmisən bu meyxana sənətində? Sizdə reklamlar olmur. Olacaq, birazdan olacaq. Çağırıb reklamın özünə oturdum. Bəhrələnməyib ki. Hə? Hə, nə deyir, necə? Kimdən bəhrələnmisən bu sənətdə? Mən demək olar bütün yaxşı meyxanaçıların hər birindən. Yəni daha mən dostlar da bilir ki, mən Maçdağda Kimlər doğmuşam, görməyib Maçdağda o da. doğmuşam. Meyxananın beşiyində düz deyib hər biz daha çox Maçdağa toylarında olub, Ruslan deyil, məndən qabaq olublar, amma mən Kərimlə çox şeylər götürmüşəm. Allah Məşəd babanın ruhunu şad eləsin. Allah aydına rəhmət eləsin. Rəşadın qapısını açsın. Bu qardan da görüb götürdüklərim olub. Bizim Maçdağa bu qar. Allah Kərimə şəfa versin. Bilirsiniz bu qar da yaxşı sənətkardır. Abdullah, bəli, sənətkar. Ondan da Ağa Mirzədən də mən çox və ümumiyyətlə harda yaxşı meyxanaçılar varsa, mən də Pərvizdən də bir şey öyrənmişəm, Ruslandan da. Ümumiyyətlə bu meyxana elə bir şeydir ki, hər gün bir şey görüb götürürsən. Yəni bunu etiraf eləmək lazımdır. Hər adam deyə bilmir bunu, amma mən hərəsindən bir Namik şey mənə götürmüşəm. qonağımız idi. Söylədi ki, meyxana sənətində 99%-i məndən bəhrələnib. Onu deyənlər də var, deməyənlər də var. Amma bu reallıqdır. Namiqin ola bilər yaşına görə elə danışır da. Çünki yaşı var həqiqətən, o da ustaddır, neçə illərdir bu meyxanada əziyyət Meyxana olan. deyənlər dedi. Bəli. Bu meyxana üçün əziyyət çəkən insanlardan biridir. Onun da yəqin görüb götürdüyü Ağa Səlim olub, görüb götürdüyü Kərim Balalı olub. bəhrələnibmi Namik mənadan? Yəqin ki, o da böyüdü, ondan da görüb. Və Yəqin ki, şərt o deyil ki, məna özündən kiminsə sonra yanına- gələnləri deyir də. Çünki öz dövründə yaşayanlar ondan bəhrələnə bilməz axı. Çünki Şərt o onlar deyil ondan ki, qabaq kiminsə meyxana yanına deyirlər. hazırlığa gedəsən. Yəni bu belə bir şey deyil. Bəzən elə bir meyxanadan var ki, baxırsan ona ki, belə meyxana demək lazımdır. Bunu demə. Elə meyxanadan baxırsan ki, burada nə qəşəng avaz elədi. Onu götürürsən. Yəni bu götür dünyasında. Yəni belədir. Yəni sırf meyxanaçıların bir getdiyi müəllim olmur. Pərviz, sən necə? Bəhrələnmisən Namik mənadan? Mən Namik mənayla qulaq asmışam. Amma bəhrələnmək. O vaxtları prokat kasetlər çıxırdı ya, kasetləri. Valla axtardıq, məsəl üçün Məşəd baba Namik olan kasetləri, Ağa Mirzə Kərim Namik olan. Bəhrələnmək nəinki, mən deyərdim ki, meyxana elə bir sahədir ki, burada nəinki özündən böyüdən. Bir də görürsən ki, yeni çıxan gənc meyxanaçının öz xəbəri olmadan ondan da bəhrələnə bilərsən. Mənə xoşum gəlir gəncləri izləməkdən, nəinki yaşlı nəsli. Çünki gənclərdə daha da o gəlir, inkişaf gəlir deyənə, görürsən daha yeniliklər olur. Məsələn, elə yaşlı meyxana deyənlər var ki, müəyyən gənc meyxanaçılardan yaxşı mənada istifadə edə bilirlər. Yəni müəyyən gənc meyxanaçılardan yaxşı elələri də mənada var ki, istifadə gənc edə meyxanaçılar bilirlər, amma həzm edə elələri də var ki, gənc meyxanaçıları həzm edə bilmirlər. Bu günləri avtomat kimi meyxana deyən uşaqlar və də Ruslan özü də təsdiq edər, balalıdır. Hə, gənc nəsildən bütün elə deyirlər ki, Mən valla gənc maşallah. meyxanaçılarla tez-tez görürəm. Mən bilirəm. Ruslan özü məndən tez-tez görüşür. Hə, Mən mən xoşum onlarla gəlir çox gənc görüşürəm meyxanaçılarla ünsiyyətdə və onlardan mən deyərdim ki, gənclərdən daha çox öyrənmək olar, nəinki Yaşlı yaşlılardan. nəsil söylədin ki, həzm eləyə bilmir gəncləri. Nədir o həzm edə bilməməklərinin səbəbi? Dərmandır, atırsan mədə dərman. O Həzmə xarakterdir, həzm xarakter məsələsidir, sənət məsələsi deyil. Əslində mən bilirəm o nə sual verir. Namik də ustaddır. Bu Namik də ustaddır. Namiqə də bütün meyxana, Namik mənanın Onların vaxtlar var idi, o vaxtlar meyxana yaxşı o- gözəl meyxanalar var. Namiqin də meyxana üçün az işləri olmayıb. İstər Namik Qaraçıqırlının, istər Namik Mənanın onları da bir böyük kimi biz qəbul edirik. İndi bizdən sonra gələn cavanlar da yəqin ki, bizləri böyük kimi qəbul edəcəklər. Elə meyxanaçılar var ki, bəli, Pərviz mən gözümün şahidi olmuşam. Özü danışmayacaq, ona görə mən danışıram. Məsələn, mən Pərviz təzə-təzə Maçdağa kəndinə toylara gələndə çox adam həzm eləmirdi. Amma sonra daha da özünü sevdirdi, meyxanaları ilə, əxlaqı ilə. Məsələn, Ruslan da zamanında deyəndə olur da, insana gərək qapını açırsan, Yox, biz necədir? Gəl onun qonağı giyiminə görə bəli, qarşılayırlar, ağlına qanacağına görə görə. yola salırlar. Söhbətlərimiz olacaq, amma istəyirəm ki, Rüstam Şöhrətlidən bir ifa dinləyək, daha sonra söhbətimizə qayıdaq. İşim var. Hələ sən. Əziz tamaşaçılar, reklamlar bitdi. Reklamlardan sonra Günah Uğurla verişi qaldığı yerdən davam edir. Bugün Günah Uğurla da nələr olacaq, nələr. Amma mən istəyirəm bu məqamda verişimizin sponsoru haqqında məlumat verim. Verişimizin sponsoru Campetdir. Campet cəmiyyətdə çox danışılmasa və paylaşılmasa da bugün bir çox insan sidik qaçırma problemlərindən əziyyət çəkir. Türkiyənin çox seçilən, böyüklər üçün bez markası Campet bu sahədə sizə geniş məhsul çeşidi ilə misilsiz həllər təklif edir.
sidik qaçırma səviyyələrinə uyğun xüsusi olaraq hazırlanmış fərqli məhsullara sahib olan Campet həyatınızı asanlaşdırır. Siz də həyatı dolu-dolu yaşamaq, özünüzü güvəndə hiss etmək istəyirsinizsə, risk etməyin, Campet alın. Digər təşəkkürümüz isə bibimin geyiminə görə Kamila Butikədir. Kamila Butikdə hazırda endirimlər davam edir. Əziz xanımlar, siz də o endirimlərdən yararlanın. Kamila Butikdə olan geyimlər digər mağazalarda yoxdur. Siz də dayanmadan Kamila Butikə üst tutun. Xüsusilə də Mehriban xanıma da bibinin təşəkkürü var. Bibi, sən də danış Kamila Butik haqqında. Dediğimi demişsən, düz demişsən, nə demişsənsə. Atatürk qızlarına buradan salam göndərirəm. Çox sağ olun ki, məni belə gözəl-gözəl geyindirib buraya yola salırsınız. Atatürk filialında olan Kamila Butik. Bəli. Mən də öz geyimimə görə Mezuro Bakuya, xüsusilə Xəqani bəyə təşəkkür edirəm ki, hər gün gözəl geyimlərdən seçib mənim üçün göndərirlər. Hal-hazırda Mezuro Bakuda da endirimlər var, o endirimlərdən yararlana bilərsiniz. Masamızın üzərində olan şirniyyatlara isə kimə təşəkkürümüz var, Bibi? Baker Street'dən. Bəli, Baker Street'ə təşəkkürümüz var. Baker Street'də çox dadlı şirniyyatlar var. Hər gün yeni şirniyyatları Baker Street'dən günə uğurla veriş üçün göndərirlər. Bibi. Can Bibi. Bugün nə olacaq? Bugün bizim mücrümüz var idi. Yadıma gəlir. Var idi. Gör, neyinirsən? Yaxşı yadıma saldın. Biz belə bir mücrü qoymuşduq ki, bu mücrüdə Balalinin hansı sevimli əşyası var, tapana. Bəli, tapdıq. Balali, zəhmət olmasa sən də gəl, qalibə hədiyyəmizi təqdim edək. Bəli. Burada Balaliyə bir hədiyyə var idi. Bu şəxsi əşyasıdır, bu zərdir. Düzgün cavab zər idi. Və sözümüzə də əməl eləyirik. Gördüm. O məni tanıyır. Bəli. Düzgün cavab tapan şəxs artıq buradadır. Balali, maşallah, bu günlər keyfin çox yaxşıdır. Mən hər gün beləyəm. Qanımı qaralmasalar hər gün beləyəm. Üzün gülür bu günlər. Qanımı qaralmasalar mən deyib günah adamam, pozitiv adamam. Kimdir qonağımız? Bilmirəm, xanım düzgün cavab tapıb, gəlsin. Bilmirəm, heç xanımın adını da bilmirəm. Mikrofon zəhmət olmasa. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Biraz zəhmət olmasa mənim yanıma gəlin. Adınız nə oldu? Tamila xanım. Tamila xanım. Düzgün cavabı siz tapmışsınız. Təşəkkür edirəm. Halal xoşunuz olsun, tamaşaçılar da görsün. 200, 300, 400, 500 Televizorda gördüm Hələ bizim arzu yarışmanızı. Çox gözəl verilişdi. Ümumiyyətlə, ARB kanalı mənim üçün doğma bir kanaldır. Həmişə baxıram. Gözəl də qonaqlarımız var. Çox şadam. Mən ümumiyyətlə şanslı bir insanım ki, bunu utdum. Fikirləşdim ki, kişi xeyli ağırdır da, nerede oynayar, ona görə zər yazdım. Tuttum. Halal xoşunuz olsun. Buyurun. Təşəkkür edirəm. Çox sağ olun. Dəyər verdiyinizə görə təşəkkür Sağ olun, minnətdarım. Çox sağ olun, var olun. Balali, getmə. Getmə gözümdən deyir. Balali, bilirəm ki, növbəti dəfə at olmağa hazırlaşırsan. Təbrik edirəm, gözlərin aydın olsun. Ağ çiçəyim də belə bir hədiyyə göndərib sənin üçün. Sağ olsun. Təşəkkür edirəm. Övladını gətir. Sənin üçün. Bəlkə daha dəqiq baxasınız bura. Gözəldir, yaxşıdır, qəşəngdir. Bunu gülləri apararam dənizim üçün inşallah. Və doldurum yesinlər də. Bax, bu güllər dəniz üçün, amma bu da Çox sağ olsun. dünyaya Təşəkkür gələcək edirəm. oğlun üçün. Allah saxlasın. Allah saxlasın. Allah bütün bağları saxlasın. O işlə tutan mənası var, amandır. Allah bütün bağları saxlasın. Allah hamını qorusun. İnşallah gülləri dəniz kimi verərəm. Apararam dənizim üçün. Övladın artıq adını da müəyyənləşdirmişsən. İnşallah atamın adını qoyaram da. İnşallah. Kamil adı. Oktay da atamın adı inşallah. Oktay. Qismət olar. Allah'ın köməyində hər şey. Allah saxlasın. Çox sağ olun. Sağ olun, çox sağ olun. Təşəkkür edirik. Bunu biraz çəkə qırağa qoy. Bunu çək qırağa bəli. Bunu saxlaya qoy.
Gedəndə apararam. Çox sağ olun, təşəkkür edirəm. Allah sizin də balalarınızı saxlasın. Amin. Amin. Balaydan bir ifa dinləyək. Daha sonra söhbətimizə... Vaxtımız varsa meyxana Meyxana O zaman meyxana deyin. Meyxana deyək. Oxumaq həmişə var. Bəlkə belə bir şəkillər Sizdə şəkillər olmayacaq bu günləri. Şəkil deyil, adlardır. Elə olmur sizdə Mən bu şəkillər adları göstərilir. göstərim. Kim kimlə? Yox, olmur, Yoxdur olmur. ki, hə, şükür. Mən burada show biznesin tanınmış simaların adları var. Mən göstərim ona uyğun olaraq sizdə... Meyxanaçıların adı var orada, hansısa meyxanaçı? Yox, meyxanaçılar buradadır. Meyxanaçılar show biznes deyil də. Bu günlər sualları mən Bax, verim. show biznes. Bildimi? Suala cavab vermək olmur. Yox, qaydamız budur. O zaman başlayaq. Mən adı göstərdikcə siz ona uyğun bir meyxana deyin. Onlar pul almalıyıq yolu. Biz toylarda eləmirik ya. Bu günləri O 500 manat bəyaqları pul 500 manat verdi. Niyə görə verdiniz onu? Mən biraz düzgün cavab tapana. Nə tapmışdı ki o xanım? Balanın şəxs əşyasını Şəxs tapır. Bunu əşyası. bizə deyərdiniz elə tapardıq, bölərdik onu da. Yox, Halal xoşu o ya. düzgünlük olmaz axı Pərviz. Halal xoşu ya. İndi Balalın şəxsi əşyasını tapan gəldi, səhər-səhər Bu 500 günlər, manat bax apardı. bu gün Səhər yuxudan Daha bir gəlsiniz, sual 200 var. manat verəcəksiniz buna evə gedəndə. Yox, maşallah. Paralel pula ehtiyacı yox. Mən pula Əri ehtiyacım. qətiyyən. Mən hava ilə dolanıram. Mən hava ilə dolanıram. Pulun Balalıya ehtiyacı var. Balalın O zaman gəlsin meyxana, mən bir adları göstərəcəm, ona uyğun da siz meyxana deyərsiniz. Məndən keçdi. Mən deyirdim bir də yaxşı musikalini belə qalır. Görsət onu deyəsən də deyək. Baxaq. Tut bir dənə qalır. Buyurun, başlayın. Mən göstərəcəm bir adı. Mənim də var meyxanaya həvəsim, mənim də var meyxanaya həvəsim. Şairəm demirəm, güclüdür səsim, birdən burada getsə mənim nəfəsim. Tamaşaçı bilməsə sol sağım bilər, tamaşaçı bilməsə sol sağım bilər. Mən onu bilməsəm ortağım bilər, mən onu bilməsəm ortağım bilər.
almışıq. Bir dəfə onunla da toyda olmuşuq. Onunla Moskvada toyda olmuşuq. Necədir mənim ədəbim əxlaqım bilər. Necədir mənim ədəbim əxlaqım bilər. Mən bunu bilməsəm ortağım bilər. Mən bunu bilməsəm ortağım bilər. Şəbnəmdə Tovuz torpağım bilər. Şəbnəmdə Tovuz torpağım bilər. Mən bunu bilməsəm ortağım bilər. Mən bunu bilməsəm ortağım bilər. Səsim oxmağım bilər. Mən bunu bilməsəm ortağım bilər. Mən bunu bilməsəm ortağım bilər. Bu şov alemin güzel müğennisidir bu şov alemin. Çok güzel sesi vardır o Şebnem'in. Çok güzel sesi vardır o Şebnem'in. Her toyum şahlıq yığıncağım bilər. Toyum şahlığım yığıncağım bilər. Mən bunu bilməsəm ortağım bilər. Mən bunu bilməsəm ortağım bilər. Ortağım bilər. Minnətdarıq. Amma 3 nəfər bu. Pərviz bizi yola verdi. Əsas yola salmayayım. Yo, yola vermədim. Niyə gördün balaylı maşallah da təbiyyəli balaylı. Gəldi mən dayanmadım. Gücdə adışına balaylı baxır. Forsa indi biri ilə duet oxudum. Biri ilə nə bilim Gözün balaylı daha çox bir köynə yaxındır. toyda şadlıqda.
Bugün Burada burada da çox rastlaşmışıq. Heç Nələr yox. oldu, Bu qədər at dedim bir də. Nələr oldu, nələr. bəli, nələr oldu, nələr. Aləmi qaçdı. Orada bir problem yoxdur ki orada. Salamatçılıq idi yəni bayaq. Hə, şükür. Bəli, bəli. Tapdım. Sən əslində düşdü o. Fıçadır. Bəzi faktlardır, amma hələ ki lazım deyil bu. Çünki mən özüm oxumalıyam onu. Daha sonra qonaqlarımıza təqdim eləməliyim. Faktları. Bəli. Nəyə söykənir bu faktlar əsasən? Nə bilim, redaktorumuzun araşdırmasıdır. Redaktorumuzun araşdırmasıdır. Bibi, sən nəsə demək istəyirsən? Bibi daha dediyini deyib də. Bibi nə demək istəyir? Bibi belə qulaq asdı. O dəyişmələr xoşum gəlir. Dəyişməni hələ görməmişəm. Təzim qalxdı ya burada. Pərviz balam, bəlkə gələsən davleniyamı ölçəsən. Pərvizdən xahiş eləsəm, gəl təzimi ölçə bilər. Buna təzyiq dözə. Hamısı təzyiq qaldıran şey. Buna hamısı təzyiq. Pərviz gör nə deyir Bibi? Gəl təziyimizi ölçə. Bibi, mən özümü ölçdürürəm, ölçə bilmirəm. Gəl ölçərəm səni də davleniyam. Ölçürsən təzyiqimi mən. Bilirsən? Mən bilirəm ki, bacarırsan. Doğru. Yox, mən ölçdürürəm özüm. Yəni. Sən bacar, yaxşı, Yox, gəl sən səni elə təzyiq bilirsən. ölçüm. Hə, gəl bir dənə. Gəl səni təzyiq ölçək, bayaqları da səndə biraz. Bibi maşallah universaldır. Bəs nə? Bir dənə mənə pişirməmişdi. Gəl bülbülə. Mənə də həll elədi. Vır mayonesimi göndər süfrəyə. Abi bir dirsəkdən qoyursan. Yox, narahat olma. Örgətmə, tip təhsilim var. Narahat olanda da ölçürlər. Sən tip təhsilim var. Neyim var Bibi? Tip təhsil. Tip təhsil. Nə işin olmur, olur. Bibi deyir tip təhsilim var. Ya, ona görə meyxana deyərsən. Tip təhsilə. Ay, sağ ol. Səndə elə bir ki, tip təhsildən çox tip təsirin var Bibi. Hətta təsirim də var. Görək nə göstərir hadi. Verim həyəcanlı muskan oradan. Pərviz bilə efirdə nə oldu? Gələnən deyirsən təzyiqim var, təzyiqim var. Bu da Var da təzyiq var, xoşam. Nə qədərdir bu? 155-in 100-ə. Sürüsən deyirsən ki, Pərviz yola Bibi, verir. mənim başım İçmədin, çıxmır. limon Təzyiqi varmı var? yoxsa yox? Limon içmədim, qoydum. Görürsən? Olur da səhər-səhər. O da vaxtında da bu. Bibi, gətir görüm nə hazırladın. Mən onu gördüm, o zamanında olub bir dəfə. Səndə də var ha, bu tablen musiqi ölçmə deyil. zad olub, səndə də bu işlər olub. Bu olmazdı. Neşə olsun? Bir orada echokardiyoqrama yox. Bir dənə görüntülər var, onlara baxaq, daha sonra qaydaq studiyaya. Sevgin dövrüləsin damarlarımda, tək olum yanımda. Eləsən sən mənim hər qərarlarımda, mənim hər bir anımda. Nə qədər ki gec deyil. Hə, Pərviz, bacarırmışsan. Yox, görüntü içində, necəsə görüntü, onu da görüntüyə görə eləmişdik. Orada bazarı lazımdır ki, elektrondur, özü göstərir. Bazarıq deyib bir ölçən idi. Orada echokardiyoqrama var. Gətirərəm bunu. Keçəni bilmək. Ruslana uzi lazım oldu biraz. Növbəti dəfə o da olacaq burada, günə uğurlu da. İnşallah onu elə hə. Gör bax. Studiyanın o tərəfi ondandır. Bir dənə düzəlt orada aparat da yalandan qoy. O görək ki bura Sən gələn də qonaqların sponsor ürəyindən nə klinika, keçir. bunlar göndər getsin yox. Bir dəfə yoxlanışa getsinlər. Hə. Baləl, dur. Nəsə elə Dur bunlar. bir mahnı ifa elə. Əvvəla mən meyxanımı istəməyə. Meyxana deyim, oxuyum mahnıları çox oxumuşuq da. Da dur oxu da nə qədər. Bir dənə qafiyə tapaq, deyə qəşən dəyişmə deyə. Bir dəyişmə istəyir. Bir demirəm. var təzyiqimizi Bəlkə ölçün, bir şeir mahnımızı deyəsən. verdi, yeməyimizi verdi. Nə bilim, çörə bir dənə Baləl, bəlkə bir şeir deyəsən. Birazdan sizə yerinizi ayağınla salım. mən meyxana demək istəyirəm. Deyə də meyxana deyək. Demirlər axı, deyən bir dənə sənsən. Aynen şimdi demirlər, canavar kimirlər, maşallah. Bir dənə iki büzdüyün təkbir. Bir qoy yerə.
Bir gəlirsən, istəyəndən tutacaq. Social. Social deyil. Vallahi soruşduram. Bu meyxana hələ qızışmaq üçün. Bu meyxana deyil, qızışmaq üçündür. Söz demək üçün yarışmaq üçündür. Söz demək üçün yarışmaq üçündür. Pərdiz on danışmaq üçündür. Bu mikrofon danışmaq üçündür. Yaşıl mikrofon danışmaq üçündür. Yaşıl mikrofon danışmaq üçündür. Bu mikrofon o mikrofondan döyür. Bu mikrofon o mikrofondan döyür. Knopkaya el vurma, knopkaya ondan döyür. Sen ona el vurma ki ondan döyür. Bu mikrofon o mikrofondan 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 döyür. Ey bugün mənim keyfimi kökətmisən, məni də özün tərəfə yönətmisən. Ay bibi hər şeyi zor düzəltmisən, bibi hər şeyi əla düzəltmisən. Bir dənə çayın limondan döyür, bir dənə tək çayın limondan döyür. Bu mikrofon o mikrofondan döyür, bu mikrofon o mikrofondan döyür. Sən şahidsən, var səndə bu ixtiyar. Tamaşaçını saxlama çox intizar. Balalı limon stolun üstə var. Balalı limon stolun üstə var. Gözün görür ikisini ondan döyür. Gözlerin görür ikisini ondan döyür. Bu mikrofon o mikrofondan döyür. Bu mikrofon o mikrofondan döyür. Sesmesi qaldırmayamın yuxarıdan. Müdaxilə edirəm kənardan. Limon lazımdır algıdan bazardan. O hər fəsildə var sezondan döyür. O her fəsildə var sezondan döyür. Bu mikrofon o mikrofondan döyür. Bu mikrofon o mikrofondan döyür. Bunlar mənim əhvalıma baxmasın, məni qoy belə yandırmasın, yaxmasın. Limonu yiyirəm ki, davlenim qalxmasın, limonu yiyirəm ki, təzilim qalxmasın. Ax bu candı daşdan betondan döyür, bu candı daşdan ya betondan döyür. Bu mikrofon o mikrofondan döyür, bu mikrofon o mikrofondan döyür. Mənə də arada bir dinməgə nəfər elə. Oradan bax inan bizə bir nəzər elə. Bir qatıq lazım olsa xəbər elə. Bax bizdə bankədir balonla döyür. Bizdə bu bankədir balonla döyür. Bu mikrofon o mikrofondan döyür, bu mikrofon o mikrofondan döyür. Üç nəfəri atılmışıq meydana, çox toya getmişik belə yan yana. Bizdə bədahətən olur meyxana, disklə magnitofonla döyür, bu kasetlə magnitofonla döyür. Bu mikrofon o mikrofonla döyür, bu mikrofon o mikrofonla döyür. Hörmətimizi həmişə bəsləyirsən. Bizi bu gözəl günlərə səsləyirsən. Sən getmisən alo alo deyirsən. Səsun batıqdır telefondan döyür. Səsim zəifdir telefondan da gör, bu mikrofondan da gör. Bu mikrofon özündə durur.
Minnətdaram, çox sağ olun hər biriniz. Bugün gəldiniz. Çox sağ olun. Çox Var xoş olun, oldu, çox sağ olun, maraqlı bir efir Yasin. oldu. Allah Düşünürəm ki, canınızı sağ tamaşaçılar da eləsin. zövq aldı. Sonda isə Pərviz Bülbülədən bir ifa Meyxana demək istəyirsən sən də? oxusun. Gördüm balalı. O kadar diller oku. Sabah görüşənədək, sabah Günəqurada çox maraqlı veriliş olacaq. İzləyin bizi. Oxumadım balalı gördün.